Xəbər verdiyimiz kimi Bakı-Sumqayıt yolunda ağır yol nəqliyyat hadisəsi baş verib. 17 yaşlı Zəhra Mehdizadənin idarə etdiyi motosiklet yol kənarında nasaz vəziyyətdə dayanmış Mercedes markalı avtomobilə çırpılıb. Bu barədə Baku TV-nin video materialında bildirilib. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan Zəhra Mehdizadə xəstəxanaya çatdırılıb, lakin həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, Zəhra Mehdizadə tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızıdır. Mərhumun atası hadisə ilə bağlı jurnalistlərə açıqlama verib. Mən o videoya baxdım. Orada motosiklet yox, adi avtomobil olsaydı bəlkə də ölüm olmazdı. Amma yenə də qəza baş verə bilərdi, çünki sağ tərəfdən də avtomobillər hərəkət edirdi. Sağa yönəlsəydi, sağdakı maşınlar vura bilərdi. Yolun sol tərəfində dayanmaq olduqca təhlükəlidir. Nasaz maşını niyə sürürsən axı? Sürət yolunu bağlamaq olmaz. Kimsə orada bədbəxt hadisə ilə üzləşəcəkdir. Bu da mənim qızımın başına gəldi. Fərhad Mehdiyev deyib. Faktla bağlı araşdırma aparılır. Tanınmış hüquqşünas Fərhad Mehdiyevin qızı Zəhra Mehdiyevanın qəfil ölümü yaxın çevrəsini və ictimaiyyəti dərin sarsıntıya salıb. Gənc yaşda baş verən faciə sosial şəbəkələrdə geniş rezonans doğurub. Hadisədən sonra Zəhranın dostları bir-birinin ardınca emosional paylaşımlar edərək onunla bağlı ağır iç hissini ifadə ediblər. Bakı Vaxtaz onların bir neçəsi ilə əlaqə saxlayıb. Yaxınlarının sözlərinə görə Zəhra ətrafında dərin iz qoyan, hər kəsin yaddaşında isti münasibəti və səmimiyyəti ilə qalan gənc kimi tanınıb. Dost çevrəsi onun ölüm xəbərini inanılması çətin bir gerçəklik kimi qiymətləndirir. Zəhra həyat dolu, pozitiv və insanlara dayaq olan xarakterlə seçilirdi. Onun yoxluğu yaxınları üçün dərin boşluq yaradıb deyə dostları bildiriblər.